Keçən illəri Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü sammitində Azərbaycanla Çin arasında strateji tərəfdaşlıqla bağlı birgə bəyannamə imzalamışdıq. Yəni, o vaxtdan biz strateji tərəfdaş idik. Yəni, fundamental məsələlərdə bizim mövqeyimiz üst-üstə düşən bir vəziyyət idi. İndi Cənab Prezidentin bu səfəri çərçivəsində isə fikir verin, strateji tərəfdaşlıq münasibətlə əvvəlinə bir söz də əlavə edildi. Hər tərəfli strateji tərəfdaşlıq. Yəni, elə bir sahə yoxdur ki, o inkişafdan kənarda qalsın və mən deyərdim ki, biz artıq müttəfiqlik münasibətlərinin lap astanasındayıq. Bilirsiniz ki, münasibətlərdə müttəfiqlik ən son zirvədir və Cənab Prezidentə Çinin nüfuzlu agentliyinə müsahibəsində də qeyd etdi və eyni zamanda televiziyasının müsahibəsində də qeyd etdi ki, bizim region dövlətləri ilə, xüsusilə Avropa dövlətləri ilə strateji tərəfdaşlıq deməli, bəyannamələr imzalamışıq, sənədlərimiz var. Amma Çinlə imzalanmış olan bu sənəd ən güclüsüdür. Yəni, orada elə bir sahə yoxdur ki, o diqqətdən kənarda qalsın və Cənab Prezident bu səfəri zamanı 20-dən artıq da digər mühüm sənədlər imzalandı ki, bu ikitərəfli münasibətlərimizin hüquqi normativ bazasını gücləndirdi.